Hər kəsə salam. Hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Hər dəfə bu yazını görüb əsəbləşirsinizsə və hələ də Temudan hədiyyə qazana bilməmisinizsə, elə bu video sizin üçündür. 3 dəfə 3 hədiyyəni yeni istifadəçi gətirmədən necə qazandığımı öyrənmək istəyirsinizsə, videonu sona kimi izləyin. İlk öncə sizə qazandığım hədiyyələri göstərim. Əgər fikir verirsinizsə, seçdiyim hədiyyələrin qiymətləri çox aşağıdır. Qazandığım hədiyyələrin də əksəriyyəti 3 hədiyyədir. Əvvəl oyunu oynayanda 4 hədiyyəni qazanmaq üçün yeni iştirakçılar gətirmişdim. Ancaq sonda qazandığım 3 hədiyyələri isə mövcud istifadəçi gətirərək qazanmışam. 3 hədiyyə seçimini necə aktivləşdirəcəyinizi videonun sonunda göstərəcəm. İnanmayanlar üçün də yazışmaları göstərirəm. Yazışmaları sona qədər oxuyun. Qaranlıq qalan bütün sualları vermişəm. İndi isə keçək 3 hədiyyə seçimini aktivləşdirməyə. Linkə daxil olursunuz və hədiyyələri seçirsiniz. Hal-hazırda məndə 3 hədiyyə seçimi göstərir, ancaq sizdə 4 hədiyyə seçimi göstərəcək. 4 hədiyyə seçimini etdikdən sonra səhifədən çıxış verirsiniz. Çıxmamışdan aşağıda sizdə 4 hədiyyə seçimini bir daha verir. Mən burada sizə göstərmək üçün 4 hədiyyəni təsadüfi seçirəm. Bir daha səhifədən çıxış veririk. Çıxış verməmişdən öncə aşağıda sizə bir daha 4 hədiyyə seçimi verir. Siz də yenidən 4 hədiyyəni seçirsiniz. Səhifədən çıxış verdikdə aşağıda 4 hədiyyə seçimi bir daha aktivləşir. Video uzun olmasın deyə bu hissələri tezləşdirirəm. 4 hədiyyə seçimini təsadüfi seçirəm. Gördüyünüz kimi 3 dəfə oyunu yenilədim. Bir gündən sonra bu hədiyyələrin vaxtı bitəcək. Bitdikdən sonra yenidən səhifəyə giriş edəndə artıq sizə 3 hədiyyə seçimi göstərəcək. Burada sizə ən əsas məqamı demək istəyirəm. Əgər 3 hədiyyə seçimini yeni iştirakçı gətirmədən qazanmaq istəyirsinizsə, çox aşağı məbləğdə məhsul seçəsiniz. Əgər məhsulunuzun qiyməti yüksək məbləğdə olarsa, onda sizə yeni iştirakçı tələb edəcək. Əgər aşağı məbləğdə məhsul seçərsəniz, yeni iştirakçı gətirmədən mövcud istifadəçi gətirərək qazana bilərsiniz. Nəzərə alın ki, gətirdiyiniz mövcud istifadəçi gün ərzində 3 dəfə dəvət qəbul edə bilər. Burada çalışın ki, ilk dəvəti qəbul etdiyi şəxs siz olasınız. Bu xırdalıqları nəzərə alsanız, 3 hədiyyə seçimini mövcud istifadəçi dəvət edərək qazana bilərsiniz. Bunların hər birini etdikdə hələ də sizdən yeni istifadəçi tələb edirsə, çox güman ki, seçdiyiniz məhsullar Temu üçün yüksək məbləğdədir. 25 manatlıq məhsulları ala bilənlər də var, ala bilməyənlər də var. Bu seçdiyiniz məhsullardan asılıdır. Temuda bugün üçün yenilikləri sizinlə bölüşdüm. Kanala dəstək üçün abunə olmağı, fikrinizi yorumlarda mənimlə bölüşməyi unutmayın. Gələn görüşlərədək.